Salam, hər vaxtınız xeyir olsun, dəyərli televiziya tamaşaçıları. Xoş gördük sizi Sağlam Həyat verilişində. Bugünkü verilişimiz əlbəttə ki, anal nahiyədə olan problemlər və öd kisəsindəki poliplərdən danışacağıq. Mövzumuz təbii ki, sizə məlumdur, amma mən çox istəyərdim ki, bizi izləyən tamaşaçılar hazırda siz ekranda həkimin əlaqə nömrələrini görürsünüz. Rejissorumuz xahiş edirəm onu efirə yaxından göstərsin. 780 90 50 nömrəsi Cavan Xubanovun əlaqə nömrəsidir və WhatsApp nömrəsi də budur. Efir vasitəsilə canlı efirdir 1 saat və bu 1 saat içərisində siz ümumilikdə sizi maraqlandıran problemlərlə bağlı, mövzu ilə bağlı müraciətinizi edə bilərsiniz. Efirdən sonra da dərhal sizi, yəni hər hansı bir xəstəlik artıq baş veribsə, mütləq cavan doktorla əlaqə saxlayın. Verilişimizin qonağını xatırladım bir daha. Verilişimizin bugünkü qonağı ümumi cərrah Cavan Xubanovdur. Xoş gördük sizi doktor, xoş gəlmişsiniz verilişimizə. Doktor, bilirsiniz ki, yəni bugün həddindən artıq ümumiyyətlə bütün xəstəliklər son zamanlar daha çox artmaqda davam edir və hazırki problemlərimizdən biri də elə belə deyək, öd kisəsi ilə bağlı problemlərdir ki, burada poliplərin və digər öd daşlarının eyni zamanda o anal nahiyədə dediyimiz kimi, yəni problemlərin yaranmasıdır. İstəyərdik ki, elə buradan başlayaq, sonra isə davam edək suallarımıza. Buyurun. Ümumiyyətlə, bir məsələni qeyd edim ki, bugün biz ətraflı olaraq, çox ətraflı olmasa da müəyyən bir məlumatları çatdıracaq nə üzrə? Öd kisəsində olan poliplər. Bəli. Çünki bu öd kisəsindəki olan poliplərdə suallar çoxdur. Suallar nədən ibarətdir? Yəni, insanlarımız bəzən ultrasəs müayinəsində gedirlər, heç bir şikayəti olmadan öd kisəsində polip aşkarlanır və nə edəcəyini bilmirlər. Yəni, bu öd kisəsindəki polipin nə vaxt əməliyyat eləyək, nə vaxt müalicə edək, nə vaxt nəzarət eləyək, bu məsələlər yəni, insanlarımızı ciddi düşündürür. Bir məsələni qeyd edim ki, ümumiyyətlə bu öd kisəsindəki olan polip nədir, onu necə anlayaq? Öd kisəsində olan, öd kisəsinin içərisində olan qabarmalardır. Bəli. Yəni, onun seyirli qişası var, onların qabarması kimi başa düşək. Bir neçə dənə bunların növü ola bilir. Bunlar, deməli, xolesterol polipləri ola bilər, adenomiyomlar ola bilər, adenomlar ola bilər və iltihabi poliplər ola bilər. Bəli. Poliplərin növləri çoxdur. Ən çox rastlaşdığımız, yəni praktiki olaraq bu poliplərdir. Çox təəssüf ki, çox zaman demək olar ki, ultrasəs müayinəsi zamanı biz bu poliplərin tam da hansı növdə olduğunu müəyyənləşdirə bilmirik. O baxımdan da burada müəyyən alqoritmlər var ki, o alqoritmlərlə ciddi rəayət olunması vacib olur. Belə ki, bu öd kisəsindəki poliplər çox zamanda şikayət verməz. Bu öd kisəsindəki poliplər çox zaman demək olar ki, təsadüf ultrasəs müayinəsində aşkarlanır. Bəli. Amma bəzi hallarda bu öd kisəsində olan poliplər sağ qabırğaltı nahiyəsinə ağrı verə bilər, ürək bulanma verə bilər, ağızda acılıq verə bilər. Bunlar bir öd kisəsi polipinin əlamətləri ola bilər. Amma bəzən öd kisəsində polip olur, bəzən poliplər olur, biz ona polipoz deyirik. Bunlar çox da şikayət verməzlər, yəni var, amma şikayət vermir, təsadüf aşkarlanır. Ona görə təsadüf aşkarlandığına görə də burada müəyyən suallar ortaya çıxır. Bəli. Biz də çox rastlaşırıq ki, pasiyent gəlir əlində ultrasəs müayinəsindən bir yerdə ki, doktor, burada məndə öz kəmdə poliplər aşkarlanıb, mən nə etməliyəm? Getdim, bəzi yerdə dedilər, əməliyyat olunmalısınız, bəzi doktorlar dedi ki, əməliyyat olunmağa gərək yoxdur. Bəli. Yəni, belə bir suallar var, amma burada bəzi ciddi məqamlar var. Ciddi məqam nədən ibarətdir? Biz mütləq və mütləq öd kisəsindəki olan polip ilə qarşılaşdığımız zaman ona bir ciddi yanaşmamız lazımdır. Çünki bu öd kisəsindəki olan poliplərin adenom olarsa, bunların gələcəkdə öd kisəsi xərçənginə keçmə ehtimalı var. Bəli. Bunların öd kisəsi xərçənginə keçmə ehtimalı olduğuna görə bizim burada çox ciddi olmamız lazımdır. Belə ki, mütləq və mütləq bizim birinci orada diqqət edəcəyimiz bir şey
öd kisəsindəki olan poliplərin ölçüsü nə qədərdir və öd kisəsində olan poliplərin sayı nə qədərdir? Bu bizim üçün önəmlidir. Və eyni zamanda bu şəxsin yaşı nə qədərdir? Bəli. Və poliplə eyni vaxtda öd kisəsində daş varmı, yoxmu? Bu bizim üçün əsas diqqət edəcəyimiz məqamlardan biridir. Biz bunlara fikir verdiyimiz zaman nə belə deyək də nə məsələlər ortaya çıxacaq? Demək, öd kisəsindəki olan poliplərin əgər ölçüsü 10 mm və 10 mm-in üzəridirsə, yəni 11 mm, 12 mm-dirsə, bu cür poliplərin, xüsusən də adenom tipli poliplərin gələcəkdə atipik hüceyrəyə çevrilib öd kisəsi xərçəngi olma ehtimalı var. Ona görə biz mütləq və mütləq 10 mm ölçüyə çatmış polipləri əməliyyatla bir yerdə, yəni öd kisəsindən bir yerdə götürürük. Xüsusən də laparoskopik olunur bu əməliyyatlar. Yəni əvvəllər belə idi ki, bu əməliyyatlar açıq üsulundan olduğuna görə bəzən uzadıla bilərdi. Çünki bu insanları işindən ayırdı, digər məsələlər, problemlər ortaya çıxırdı. Amma bugünkü gün biz bu əməliyyatları laparoskopik elədiyimizə görə, yəni bu gün əməliyyat olunurlar, səhərsi günü bunlar evlərinə getmiş olurlar bu xəstələr. O baxımdan yəni əməliyyatı da uzatmağın bir gərək qalmır. Dediyim kimi, əgər öd kisəsindəki olan polipin ölçüsü 10 mm və onun üzəridirsə, mütləq və mütləq burada cərrahi əməliyyat olunması lazımdır ki, bu gələcəkdə hər hansı bir onkoloji xəstəliyə keçməsin. Əgər baxdıqsa ki, burada öd kisəsindəki poliplərin sayı 2-3-dən çoxdursa, bəli, bu zamanda ölçüyə fikir vermədən, yəni polipozdursa, bu zamanda ölçüyə fikir vermədən bu şəxsin öd kisəsinin çıxardılması məsləhətdir. Çünki bunların sayı getdikcə daha çox artacaq və gələcək fəsadların vermə ehtimalı da çoxalmış olacaq. Yox, əgər biz baxırıq ki, burada məsələ nədir? Yox, əgər öd kisəsindəki olan polipin ölçüsü belə deyək də, tutaq ki 7 mm, 8 mm, 6 mm-dirsə, bu zaman tək polipdirsə, yəni bir dənə polipdirsə, o zaman nələrə fikir vermiş oluruq? Bunun yaşı nə qədərdir? Əgər 60-dan yuxarıdırsa, çox önəmlidir. 60-dan yuxarıdırsa bu şəxslərin yaşı, o zaman 6 və 9 mm ölçülükdə olan poliplərin də mütləq və mütləq əməliyyat olunması lazımdır. Bəli. Yox, əgər burada şəxsin yaşı 60-dan kiçikdirsə, digər söylədiyimiz yanaşı xəstəliklər yoxdursa, xüsusən də sklerozan xolangit deyirik biz bunlara, bu yoxdursa və eyni zamanda polipin öd hissəsində olan hansı hissəsindədirsə, divar qalınlaşması 4 mm-dən kiçikdirsə, o zaman biz bunları mütləq və mütləq nəzarətdə saxlamalı oluruq. Belə ki, bu şəxsləri biz 6 aydan bir, sonra 1 ildən bir, sonra 2 ildən bir davamlı olaraq ultrasəs müayinəsindən keçirmiş oluruq. Ki, bu poliplər böyüyürmü, yoxsa yerində qalırmı, sayı artdımı? Bunların hər biri bizim üçün suallardır ki, biz gələcək planlarımızı bunun üzərindən qurmuş olaq. Amma bəzən biz tam fərqli bir ciddi məqamlarla qarşılaşmış oluruq. Tutaq ki, xəstəyə deyirik ki, sizin öd kisənizdəki olan poliplərin ölçüsü 7 mm-dir. Bəli. Bu şəxs xəstə bizə davamlı suallar verir. Doktor, bu onkologiyaya çevriləcəkmi, çevrilməyəcəkmi? Yəni, bu böyüyəcəkmi, böyüməyəcəkmi, bunun sonu nə ilə qutaracaq? Yaxdıq bu, belə deyək də, bu şəxs buna öd kisəsindəki olan polip bunun üçün bir ciddi problemə çevrilmiş olur. Hətta inandırım sizi, ayda 2 dəfə, həftədə 1 dəfə, bir aydan bir davamlı olaraq gedib ultrasəs müayinəsindən keçən insanlar var. Yəni, bu öd kisəsindəki polip aşkarlanır. Sonra bunlar bununla maraqlanırlar ki, bunun onkologiya keçmə ehtimalı var. Amma az faiz olsa da var ehtimal. Amma ki, bu artıq bunun üçün bir ciddi problemə çevrilir. Davamlı olaraq bu adam psixoloji olaraq bir travma almış olur. Nəticə etibarilə bunlar davamlı
ultrasəs müayinəsindən keçirirlər. Yəni yersiz, gərəksiz ultrasəs müayinəsindən keçirmiş olurlar. Yəni Əslində lazım deyil. Yəni həftədə bir dəfə ultrasəs müayinəsindən keçirilməz ki. Əlbəttə. Ayda bir dəfə ultrasəs müayinəsindən keçirilməz ki. Bunlar sadəcə bir psixoloji olaraq bu gərginliyə düşmüş olurlar və bizə müraciət edirlər ki, doktor, biz bu durumdayıq, vəziyyətdəyik. Bizə deyiblər ki, sizin mütləq və mütləq öz hissəsindəki polipin belə deyək də 10 mm-in üzəri olmalıdır ki, biz bunu əməliyyat eləyək. İndi mən gözləməliyəm ki, bu 10 mm olsun, biz bunu əməliyyat eləyək. Belə bir, yəni bu ciddi problem. Yəni insan bu qədər gərginlik içərisində yaşamağın yəni bir anlamı da yoxdur. Biz bu xəstələrə belə deyək də hər tərəfli psixoloji dəstək verdikdən sonra bunlara da öd hissəsindəki polipin, yəni öd hissəsinin çıxardılmağını məsləhət görürük. Çünki bunlar həm psixoloji travmalılar, həm də nəticə etibarilə, xüsusən də bir yanaşı bir xəstəlik ortaya çıxarsa, bunun yanaşı bir öd hissəsi daşı ortaya çıxarsa və yaşı da yuxarıdırsa, 60-dan yuxarıdırsa, o zaman bir risk altına düşmüş olurlar, doğrudan da bunlar. Nəticə etibarilə bunların öd hissəsinin çıxardılması məsləhətdir ki, bu tamamilə aradan götürülsün. Bəzən bizə belə bir sual da ünvanlanır ki, mən öd hissəsindəki polipi götürdüyüm zaman, yəni bunun gələcəkdə yenə bir çıxma ehtimalı varmı? Belə bir şey. Bir məsələn qeyd edim ki, bu öd hissəsindəki poliplər öd hissəsindən bir yerdə götürüldüyü üçün onun təkrarı orada çıxma ehtimalı yoxdur, çünki öd hissəsi yoxdur. Onun çıxacağı bir yeri yoxdur. Amma biz mütləq bu çıxartılmış polipləri öd hissəsindən bir yerdə histoloji müayinəyə göndərdik. Onun hansı tipdə olduğunu müəyyənləşdirmiş oluruq. Deyim ki, daha çox rast gəldiyimiz poliplər bu iltihabi poliplərdir, xolesterol polipləridir. Adenom poliplərinə də rast gəlirik. O hansı söylədiyim ki, bu adenomlarda, adenomiyomlarda bunların, xüsusən adenomların onkoloji keçmə riski olduğuna görə biz bu insanlarda mədə bağırsaq sisteminin də bir endoskopi müayinədən keçməyini məsləhət görürük ki, çünki bu poliplər, adenom polipləri, öd hissəsindəki adenom poliplərindən mədə bağırsaqdakı olan poliplər eyni kökənlidir, eyni mənşəlidirlər yəni bunlar. O baxımdan orada olma ehtimalını da nəzərə alaraq bu onların yoxlanması çox vacibdir. Bu öd hissəsindəki poliplə bağlı mədə bağırsağının yoxlanmasını da məsləhət görürük. Bütün xəstələrimizə yox, dediyim kimi histoloji müayinədən sonra onun cavabına uyğun olaraq məsləhət görürük ki, orada da olma ehtimalı var, mütləq yoxlanılsın. Doktor, ümumiyyətlə öd poliplərinin yaranma səbəbləri var, müəyyən hansısa bir səbəbdən yaranır da yəqin ki. Çox təəssüf ki, burada öd hissəsindəki yaranan poliplərin belə deyək də səbəbləri çox da bəlli deyil bunların. Biz deyə bilmirik ki, bu polip buna görə yaranır sizdə. Yəni bu səbəbi biz söyləyə bilmirik. Çünki bu mukozada olan dəyişikliklərə bağlıdır. Yəni belə deyək ki, xolesterol polipi xolesterinlə əlaqəli ola bilən şeylərdir. Amma bu adenomlardır, adenomiyomlardır, bunların əmələ gəlmə səbəblərini də tam müəyyənləşdirə bilmirik. İltihabi poliplərdə isə belə deyək, tez-tez xolestit keçirmiş insanlarda bu formalaşa bilər. Amma bu söylədiyim ki, hansı ki, bu öd hissəsində olan polipin ki, onkoloji keçmə riski olan polipləri isə bunların yaranma səbəbini çox da müəyyənləşdirə bilmirik. Doktor, əslində mən istəyərdim ki, tamaşaçı suallarını cavablandıraq. Çünki tamaşaçılar, çoxlu sayda tamaşaçılarımız sual veriblər. Gəlin elə onları cavablandıraq, sonra isə keçək növbəti suallarımıza. Deməli, Nəzrin Məmmədli bizə sual verir ki, öd kisəsində polip aşkar olunduqda hansı müayinələr aparılır? Öd kisəsindəki olan polipləri bizim dediyim kimi bunlar çox təsadüf hallarda aşkarlarına, çox da şikayət verməzlər. Ən çox problemi də elə, problemi tərəfi də bunun odur. Ultrasəs müayinəsi bizim üçün ən önəm daşıyan ultrasəs müayinəsidir. Biz ultrasəs müayinəsi vasitəsilə bəzən komplet tomoqrafiya və MRT müayinəsindən istifadə oluna bilər də. Amma ultrasəs müayinəsi vasitəsilə biz onun ölçüsünü də təyin edə bilirik, sayını da təyin edə bilirik, oradakı divar qalınlaşmasını müəyyənləşdirə bilirik. Ona görə ultrasəs müayinəsi bizim üçün
yeterli ola bilir. Çox vacibdir. Bəzən şübhələndiyimiz hallarda da KT və MRT müayinəsindən də istifadə edə bilirik. Növbəti bizim Samirə Nəsirova sual verir ki, poliplər necə yaranır və səbəbləri təbii ki, yəqin Samirə xanım efirdən bizi izləyir. Səbəbləri yoxdur, yəni aşkar olunmayıb hələ, bilinmir ki, hansı səbəbdən yaranır, amma həkim elə öncədən müxtəlif variantlar var. Bu barədə, bəli. Amma qəti deyə bilmir ki, bu bunun görə yaranır. Aha. Və növbəti Günel xanım Əliyeva deyir ki, öd kisəsində poliplər hansı simptomlarla özünü göstərə bilir? Simptomları yəqin ki, var. Onun simptomlarını hərdən də görə bilmirik biz. Aha. Əslində belə deyək də, öd kisəsində olan poliplər sağ qabırğaltı nahiyəsinə ağrı verə bilər, ürək bulanma verə bilər, ağızda acılıq verə bilər, amma verməyə də bilər. Yəni bunlar da çox da əsas deyil. O baxımdan bəzən bu müayinələrdə də bir gecikmələr olur. Yəni bu şəxsin heç bir şikayəti yoxdur. Ona görə müayinədən keçmədiyinə görə də bəzən biz bunları çox böyük ölçüdə görmüş oluruq. Müayinə zamanı 12 mm, 15 mm, bəzən 20 mm ölçüdə də poliplər görmüş oluruq. Çünki şikayət vermədiyinə görə də bu gecikmələr ola bilir. Deməli, bir izləyicimiz də sual verir ki, poliplər necə aşkar edilir və hansı diaqnostika üsulları istifadə olunur? Doktor, ümumiyyətlə istənilən bir xəstəliyin hansısa bir diaqnostikası var. Yəni, sırf həmin diaqnostikadan sonra diaqnoz qoyulur və xəstə artıq bilinir ki, problemi nədir və aşkarlandıqdan sonra hər şey müayinə olunduqdan sonra müalicəyə davam etdirilir və müalicəyə tabi olmayanda da mütləqdir ki, bu indi əməliyyat hansısa bir yolla bunu aradan qaldırsınlar. Bax, bugün ümumiyyətlə elə izləyicimiz də sual verir ki, ümumiyyətlə deyir, bunların diaqnostika üsulu necə aparılır, birinci nədən istifadə olunur? Bax, elə gəlin bunu cavablandıraq. Dedim, yəni onun diaqnozunu qoymaq üçün bizə üçün ən belə deyək də, həm ucuz, həm dəqiq müayinə üsulu ultrasəs müayinəsidir. Aha. Biz bunun diaqnozunu qoymaq üçün bu ultrasəs müayinəsindən istifadə edərək bütün o suallarımızın cavabını çox faizini tapa bilirik. Və hətta ultrasəs müayinəsi vasitəsilə əməliyyata qərar verə bilirik ki, onun cavabına uyğundur ki, bu əməliyyat olunmalıdır, bu 6 aydan sonra və yaxud 1 ildən sonra, 2 ildən sonra nəzarətdə qalmalıdır məsələlərini biz müəyyənləşdiririk. Doktor, analiz yoluyla, yəni bunu aşkar etmək? Yox, qan analizi yoluyla bu mümkün deyil. Mümkün deyil. Yalnız və yalnız bunun ultrasəs müayinə ilə. Ultrasəs müayinəsi, dediyim kimi KT MRT müayinəsi vasitəsilə biz müəyyənləşdirə bilərik ki, oradakı polip və onun ölçüsü haqqında, xarakteri haqqında informasiyalar ala bilirik. Doktor, elə mən o sualı ümumiyyətlə hazırlamışdım ki, sizə yəni vermək üçün, amma məndən öncədən elə bil ki, bizim bir izləyicimiz həmin sualı verir ki, yəni ümumiyyətlə bütün öd kisəsi polipləri təhlükəlidirmi və yoxsa bəzi hallarda heç bir problem yaratmır, bəzi hallarda, hansı hallarda isə yarada bilir. Bax, bunu istəyərdik bilək. Doğrudan da hansı poliplər? Öd kisəsinin poliplərinin belə deyək də bizi üçün ən çox narahat edici bir şey bunun onkologiyaya keçməsidir. Yəni keçə bilmə ehtimalı var. Biz bütün bu belə deyək də maarifləndirməyimizdən məqsəd odur ki, yəni əgər aşkarlandısa diqqətli olmaq lazımdır. Çünki bunun keçmə ehtimalı var. Biz o ehtimal üzərindən bunu əməliyyat edəkmi, yoxsa bunu nəzarət mi edək məsələsini ortaya qoyuruq. Dediyim kimi, əgər bu deməli ultrasəs müayinəsindən getdi, bunun öd kisəsindəki ultrasəs müayinəsində yazılır ki, bir dənə polip var və tutaq ki, ölçüsü 10 mm-dir və yaxud 10 mm-in üzəridir. Bu şəxslərə cərrahi əməliyyatın olması məsləhət görülür. Yəni, əməliyyat olunmalıdır. 10 mm və 10 mm-in üstü. Xüsusən də, belə deyək də, tutaq ki, bir dənədir. Hələ ki, bir polipdən danışırıq. Və yaxud, bunun sayı bir dənədir, amma ölçüsü kiçikdir. Tutaq ki, 9 mm-dir. Amma şikayət yaradır. Aha. O demək deyil ki, biz artıq bunun mütləq gözləməliyik ki, bu 10 mm-ə çatsın. Bunların da əməliyyat olunması lazımdır. Çünki artıq bu şikayət yaradır. Sağ qabırğaltı nahiyəsində ağrı verir, ürək bulanma yaradır, ağızda acılıq yaradır. Yəni, belə bir şikayətlər var.
bu zamanda əməliyyat olunması lazımdır. Yox, əgər O necə ağrı olur doktor? Küt ağrı. küt ağrıları olur. Adam sanki daimi sağ qavrıq altına əslində bir küt ağrılarının olduğunu söyləyirlər. Tutaq ki, belə deyək də, bu polipin ölçüsü 10 mm-in altındadır və şikayət də yaratmır. Aha. Biz o zaman demək olar ki, çox zaman hallarda mütləq 6 ay sonra, 1 il sonra, 2 il sonra dediyim kimi ultrasəs müayinəsinin nəzarətində olmanı məsləhət görürük. Yox, əgər poliplərin sayı, ölçüsü kiçikdir, amma sayları çoxdursa, yəni polipozdursa, bu zamanda əməliyyat olunması məsləhət görülür. Tamamilə Deməli, biz hansı hallarda əməliyyat edəcəyik? Öd kisəsində olan poliplər. Belə deyək də, bizi dinləyənlər bunu biraz tam aydınləsinlər ki, diqqətlə. nə zaman biz əməliyyata qərar verəcəyik? Əgər öd kisəsindəki polip 10 mm-in üzəridirsə, əməliyyata qərar veririk. Aha. Yox, əgər 10 mm deyilsə, kiçikdirsə, şikayət yaradırsa, əməliyyata qərar veririk. Yox, əgər ölçüləri kiçikdir, amma sayları çoxdursa, şikayət vermirsə, yenə əməliyyata qərar vermiş oluruq. Sayları çoxdur, amma şikayət verir, bunlar da yenə əməliyyat olunması lazımdır. Bir də ki, dediyim kimi, 6 mm ilə 9 mm arası olub da ölçüsü, amma tutaq ki, yaşı 60-dan yuxarıdır. Sonra bu öd kisəsindəki olan polipin öd kisəsində yapışan yerində bir divar qalınlaşması olur. Bu 4 mm-in üzəridirsə, bunlar varsa və biz bunlar varsa, bunların da əməliyyat olunması lazımdır. Yəni, bu hallarda bunlar əməliyyat olunur. Bəli. Əks halda isə bunlar yalnız və yalnız ultrasəs müayinəsində nəzarətdə qalırlar və yaxud biz nəzarət dayandırmış oluruq ki, artıq burada heç bir problemimiz yoxdur. Bu halları mütləq bizi dinləyənlər nəzərə alsın ki, yəni dünya protokolu budur. Yəni verilən protokolda bu bizə deyilir ki, bunlar bu şəkildə olunacaq. Çünki əks halda bu insanın belə deyək də problemlərlə qarşıma ehtimal daha çox olacaq. Bəli. Doktor, olurmu ki, məsələn, praktikanızda hər hansı bir xəstə sizə müraciət edib, ancaq indi dediyimiz kimi siz də deyirsiniz, bunu bütün həkimlər deyir ki, protokola uyğun, yəni məsələn, protokoldan kənara çıxıb artıq müdaxilə etmək məcburiyyətində qalmısınız. Hə, bəli, bu məsələ belə deyək də, protokoldan çıxıb da mən o söylədiyim ki, var ki, belə deyək, ta ki, öd kisəsindən polip 7 mm-dir. Bəli. Bunu protokol olaraq əməliyyat etməyə ehtiyac yoxdur. Bəli. Gözləmə imkanımız var. Bəli. Heç bir şikayəti yoxdur. Heç bir yanaşı bir problem yoxdur. Öd kisəsində daş yoxdur. Bu məsələlər. Amma bunu təsadüf halda bu ultrasəs müayinəsində görülüb. Bəli. Bu insana, bu adam da gedib belə deyək, araşdırıb ki, bu polipin gələcəkdə böyüməsi və onkologiyaya keçmə riski var. Aha. Bu artıq burada bunun üçün ciddi bir şeyə düşür. Yəni, mən əməliyyat etdirməməliyəm deyirlər, çünki 10 mm çatmayıb. Etdirməsəm də, belə deyək də, kim burada deyə bilər ki, mənə bu 9 mm olacaq, amma onkologiya olmayacaq. Bax, bu artıq burada bir kəşkən nöqtələr əmələ gəlir. Bəli. Etdirimmi, etdirməyim, onkologiya olacaqmı, olmayacaqmı məsələlərində. Bəli, ilahi. Artıq bizdə belə deyək, biz burada bir ciddi sual altında qalmış oluruq, bizə pasiyentin verdiyi sualı. Bəli. Amma insan, söylədiyim kimi, ayda 2 dəfə, ayda 1 dəfə, həftədə 1 dəfə dayanmadan ultrasəs müayinəsinə gedir. Əslində neçə müddətdən sonra getməlidir doktor? Yəni 6 aydan bir, 1 ildən bir, 2 ildən bir. Polipi ola 6 aydan bir. Yəni bu bizim söylədiyim o ölçülərə uyğun olaraq biz bunları nəzarətdə saxlayırıq. Amma adam o qədər psixoloji gərginliyə düşür ki, bu məcburən bu gedir bəzən 7 mm, digər uzist deyir ki 7.1-dir. Bu onun üçün çevrilir bir faciəyə. Ay aman 7.1 oldu, mən olacam onkoloji xəstə. Bax bu halda da artıq ki biz bu əməliyyatları ki belə deyək də laparoskopik şəkildə
yəni bunu işindən ayırmadan, xəstəxanada çox qalmadan, hər hansı bir narahatçılıq yaratmadan bu məsələlər olur, yəni müasir cərrahiyəmizdə. Bunları biz bəzən bu şəxslərə məsləhət görürük ki, yəni çünki biz bunlarla davamlı olaraq söhbət edirik, yeni ortaya bir şey çıxmır, bunu psixoloqa göndəririk, bunlar onlarla söhbət edir ki, yenə də bu adam belə deyək də bu durumdan çıxa bilmir ki, bunu mənim mütləq və mütləq öz kisəmi çıxartdırıb bundan qurtulmağım lazımdır. Bu zamanda biz məcburiyyət qarşısında həmin şəxsin öz kisəsini çıxarda bilərik və bu belə deyək də düzdür protokoldan kənar olur, amma bu olunması mümkündür və onun heç bir yanlışlıq da yoxdur bu durumda. Doktor, izləyici sualımız davam edir və bir izləyicimiz deyir ki, öd kisəsinin ümumiyyətlə sıradan çıxmasının əsas səbəbləri hansılardır? Öd kisəsinin sıradan çıxmasının əsas səbəbləri. Niyə öd kisəmiz, məsələn, biz əməliyyat edib götüzdürürük, yəni öd kisəsi ilə bağlı problemləri yaşayırıq? Başa düşdüm. Yəni, öd kisəsindəki problemlər, öd kisəsində daş varsa və ya daşlar varsa və ya polip varsa, daşla bir yerdə polip varsa, bu məsələlər artıq ciddi məsələlərdir. Çünki niyə? Baxın, o öd kisəsindəki biz daşları çıxartdırmadığımız zaman bəzən bunlar kəskin xolestitlə, daşlı xolestit olurlar və nəticə etibarilə bunların öd kisələrində qanqren əmələ gəlir. Hətta bəzən biz əməliyyata öd kisəsinin deşilməsinə götürmək məcburiyyətində qalırıq. Yəni, öd kisəsi artıq deşilir. Və yaxud öd kisəsindəki olan polipin, daşın öd yola düşməsi, yəni xoledox deyirik, xoledoxa düşməsi nəticə etibarilə bu insanı belə deyək də sarılıqla üz-üzə qoymuş olur, ciddi ağrılarla üz-üzə qoymuş olur və ən ciddi bir hal pankreatit, yəni mədə-altı vəzin zədələnməsi ortaya çıxır. Ona görə də biz həmişə zamanında doğru qərar verməyin tərəfdarıyıq ki, əgər əməliyyat olunacaqsa, bunu uzatmağın bir yeri yoxdur. Çünki bu uzatdığımız zaman ciddiyyət daha da artır. Ciddiyyət artdıqca bunun maliyyə tərəfi də artır. Yəni bu şey üçün. Ona görə zamanında müdaxilə etməyin faydası var. Yəni öd kisəmdə mənim tutaq ki 5 dənə 6 dənə daş var, öd kisə dolu daşdır. Bunu gözləməyin bir yeri yox ki. Bunu hara gözləyəcək? Yəni gözləməkdə məqsəd nədir? Əslində bəzən xəstələr elə öd kisəsin götüzdürdükdən sonra da, yəni o orqanı götüzdürdükdən sonra da problem yaşayır. Ümumiyyətlə, öd kisəsinin bizdə, belə deyək də, orqanizmdə rolu nədən ibarətdir? Yəni, təbii ki, bilirik ki, yəni qaraciyərlə hansısa əməkdaşlığı var, müəyyən prosesdə yəni iştirakı çoxdur. İndi siz bir həkim kimi bilirsiniz, biz amma sadə insanlar bilmərik ki, orada nədir. İstəyərdim ki, bir həkim kimi... Öd kisəsinin bizdə funksiyası çox böyükdür. Bəli. Həzmdə iştirak eləmək ən ciddi funksiyalardan biridir. Xüsusən də biz yağlı yeməklər yedikdə, ki, bunlar öd kisəsindəki ödün sürətli şəkildə qidaların üzərinə tökülməsi bunların həzmin normallaşmasına yatırıb çıxardır. Belə daha bir sadədə belə izah edeyim. Və öd kisəsini biz məcburiyyət qarşısında çıxardırıq. Hansı ki, o vaxt qərar verir ki, bu öd kisəsi çıxmalıdır. Öd kisəsinin qalmağından qalmaması daha faydalı, məsləhətlidir. Əgər bu öd kisəsi bu insana daim ciddi problemlər, ağrı, bunun pankreatit, mədə-altı vəzini zədələyəcəksə, bunun gəlib öd yolla daş düşüb sarılıq verəcəksə, bunu ciddi suallarla üz-üzə qoyacaqsa, o öd kisəsini orada sağlamaq nə mənasıdır? Çünki artıq öd kisəsinin özünün funksiyası pozuldu. Çünki öd kisəsinin funksiyası pozulmasaydı, bu daş əmələ gəlməzdi. Deyək ki, doktor, funksiya artıq pozulub, öd kisəsi, həmin orqan çıxarıldı və bugündən sonra həmin o orqanın funksiyasını hansı orqan yerinə yetirir? Orada belədir ki, belə izah edeyim bu öd kisəsindəki məsələni. Bəli. Qaraciyərdə əmələ gələn öd yığılır öd kisəsinə. Və öd kisəsindəki öd də eyni zamanda öd yolu ilə bağırsağa tökülür. Əgər bunun öd kisəsi yoxdursa, deməli onda öd birbaşa qaraciyərdən bağırsağa töküləcək. Yəni burada bir şey yoxdur. Yəni o problem yaratmır ki, yəni heç bir problem yaratmır.
Ta əksinə belə deyək də, indi yaxşı olardı ki, bu insanın öd kisəsində problem olmazdı, lap yaxşı. Amma bu məcburiyyətdən bunu ciddi problemlərə sürükləyəcəksə, əlbəttə onun çıxardılması məsləhətdir. Əks halda çıxardılması məqsədə uyğun deyil. Doktor, deməli Mehdi Ağazadə ümumiyyətlə müraciət eləyir ki, öd qatılaşması polip yaradırmı deyir. Yəni bunu bilmək istəyir. Ödün qatılaşması. Ödün qatılaşması məsələsi belədir ki, öd qatılaşması nə baş verəcək? Onun arxasınca öd daşı gəlir. Yəni, öd daşının bir öncəki mərhələsi öd qatılaşmasıdır. Yəni, öd qatılaşır, orada çökür, qalır və nəticə etibarilə nə baş verəcək? Bu, öd daşına çevriləcək. Amma polip baxımından isə orada bəli, əmələ gələ bilər. Xolesterol poliplər əmələ gələ bilər və yaxud o iltihablaşar, iltihabı poliplər əmələ gələ bilər. Ola bilər, bəli. Bəli. Doktor, mən ümumiyyətlə izləyici suallarımız da var. Sizdə də varsa da, yəni onları da cavablandıraq. Çünki ola bilər ki, kimisə ehtiyacı var da oradan da sizə də yaxınlaşmaq istəyirlər, müraciət etmək istəyirlər. Onları da cavablandıraq. Varmı suallar? Deməli, bir çox xəstəliklərdə siz hazırlaşana qədər mən bir sual da verim. Genetikanın çox mühüm, belə deyək də, faktor kimi ümumiyyətlə rolu böyükdür. Bugün, bax, ümumiyyətlə, biz deyək ki, öd kisəsinin poliplərindən söhbət gedirsə və yaxud da öd kisəsi daşlarından söhbət gedirsə, öd kisəsinin çıxarılması əməliyyatı, bax, burada da genetikanın rolu varmı? Bəli, əlbəttə var. Öd kisəsi daşların əmələ gəlməsində də, poliplərin əmələ gəlməsində də genetikanın rolu var. Çünki biz bunları görürük. Çünki baxırsan ki, bir neçə ailədə, nəsildə deyək, ailədə deməyək, nəsildə deyək, bunlar davamlı olaraq hər bir kəsin o davamlığını izləyirsən ki, heç birinin artıq öd kisəsi yoxdur demək olar ki, daş əmələ gəlib falan. Bunlar hər bir çıxardılıb. Yəni, burada isə poliplərdə az olsa da irsilik, amma öd kisəsi daşlarında irsilik var. Bu danılmazdır və bunu da biz zaman-zaman görmüş oluruq. Bizə verilən suallardan biri ondan ibarətdir ki, mənim öd kisəmdəki daşla, öd kisəsi daşla eyni vaxtda polip də olmasını deyir. Bax, bu məsələ də bir ciddi bir məsələdir. Öd kisəsində daşla bərabər polip də varsa, mütləq və mütləq onun əməliyyat olunması vacibdir. Çünki, belə deyək də, bir də sadə də belə deyək ki, o daşın o polipi zaman-zaman qıcıqlandırıb böyütmə ehtimalı var və nəticə etibarilə o cür poliplərin, xüsusən də adenom poliplər olarsa, onların da onkologiya keçmə, belə deyək də, riskini biraz da artırmış olur, əgər daş varsa. Yəni, o məsələdə ciddi olmaqda fayda var. Doktor, bir izləyicimiz sual verir ki, spirtli və qazlı içkilərin öd kisəsinə nə kimi ziyanı ola bilər? İstər spirtli içkilərin, istərsə də qazlı içkilərin hər birinin öd kisəsinə təsiri var. Çünki onlar birbaşa qaraciyər tərəfindən, belə qaraciyərə təsir edildiyinə görə nəticə etibarilə də bu ödün yaranmasında və öd kisəsinə də mənfi təsirləri var. Hörmətli tamaşaçılar, baxın, hazırda yəni Cavan Doktor efirdə, canlı efirdədir. Sizin suallarınızı cavablandırır. Yaxşı olar ki, bax, elə sizi maraqlandıran və digər, yəni hazırda xəstə olan xəstələr var ki, bugün ən yaxşı mütəxəssisi axtarırsa, elə dərhal, heç də gecikmədən, bax, mən sizə məsləhət görürəm, çünki Cavan Doktoru çox yaxından bilirik ki, mütəxəssis həkimdir, 780-90-50 nömrəsinə əlaqə saxlayıb, yəni müraciət edə bilər. Efir vasitəsilə də müraciət edə bilər, efirdən sonra da müraciət edə bilər. Cavan Doktor, belə deyək, bir çox xəstəliklərdə deyirlər ki, həyat tərzi, ümumiyyətlə qidalanma daha çox əhəmiyyət kəsb edir. Yəni, biz bugün ümumiyyətlə öd kisəmizin korlanmağında
Elə bəlkə səbəblərdən ümumiyyətlə deyirik ki, səbəbi axtaranda biz səbəb tapa bilmirik ki, bu öz kisəsindəki nədən bu problemlər yaranır, amma yəqin ki, burada yaranma səbəbləri elə bizim orqanizmimizə ciddi münasibət göstərməməyimizdən irəli gəlir. Əlbəttə bizim yəni istədiyimiz nə gəlirsə ağzımıza yeyiriksə, bu birbaşa qaraciyərdən ötürür öd kisəsinə. Siz dediyiniz kimi də öd kisəsindən bağırsaq. Öd kisəsindəki xəstəlik, öd kisəsi xəstəliyinin əmələ gəlməsinin səbəblərindən qidalanma mütləq rol oynayır. Bəli. Belə deyək də, o öz yanından, öz fikrindən, öz düşüncəsindən bəzi insanlar diyeta saxlayır. Bəli. Pəhriz saxlayırlar. Bəli. Mən səhər yemirəm, günorta yemirəm, axşam yeyəcəm və yaxud axşam yemirəm, günorta yemirəm, səhər yemirəm. Bax, bu məsələlər nəticə etibarilə ciddi olmaqda lazımdır yəni. Doktor, əslində illər öncə, yəni biz hər zaman insanlarımız Azərbaycandan digər ölkələrə gedirdilər, Türkiyəyə, İrana müraciət edirdilər ki, ən yaxın o sərhədyanı ölkələrimizə ki, orada bax, müalicə üçün müraciət edirdilər həkimlərə. Amma mən sizi inandırım ki, hal-hazırda bax, içərisində siz olmaq şərti ilə səmimi deyirəm ha. Yəni, o qədər bizdə yaxşı savadlı həkimlərimiz var ki, doğrudan da onlara canıvı etibar etmək olar və nəinki uzaqlara bir o qədər də xərc çəkib, yox, xərci verib getmək. Əlbəttə, bugün belə deyək də, doğrudan da səhiyyəmiz çox gözəl inkişaf edir. Təbii, son zamanlar bəli. Yəni, yetər qədər belə deyək də, mütəxəssis baxımından, texnoloji baxımından, bəli. Yəni, bu artıq xüsusən də bu sığortanın gəlişi ilə insanlarımız ondan normal şəkildə faydalanır və zamanında həkimə müraciət edə bilir. Çox önəmli məsələlərdir. Bəli. Yəni, artıq da nəinki belə deyək də, gedib kənarda bunları əməliyyatlatdırmaq, müalicələtdirməyin heç bir, belə deyək də, lüzum da yoxdur, anlamı da yoxdur. Çünki yetəri qədər mütəxəssis var. İstər cərrahi baxımından, istər müalicəsi baxımından, bütün sahələrdə belədir. Bugünkü gün, yəni, doğrudan da ölkəmizdə yetəri qədər hər bir sahənin mütəxəssisi var və o mütəxəssisləri də qiymətləndirmək lazımdır. Bəli. Onları dəyərləndirmək lazımdır ki, onlar da belə deyək də, peşəkarlıqlarını biraz da yüksəlsinlər. Durmaq lazım deyil. Daim inkişafa doğru getməkdə lazımdır. Lazımdır. Doktor, poliplərin bir çox ümumiyyətlə növləri deyir var. Bunlar hansıdır? Nədir o poliplərin növləri, dediyiniz növlər? Onu mən öncədən söylədim. Yəni, polipin növləri bizim ən çox rast gəldiyimiz növlər hansılardır? Xolesterol polipləridir və sonra adenomlardır və sonra iltihabi poliplərdir. Bizim ən çox rast gəldiyimiz poliplər bunlardır. Çünki həm praktiki olaraq bunlara çox rast gəlmirik. Bunların içərisində isə ən çox rast gəldiyimiz xolesterol poliplərindən iltihabi poliplərdir. Adenom polipləri, söylədiyim xüsusən də bu onkologiya keçən bu adenom poliplərdir. Onlara çox az rast gəlirik. Amma bunları biz öncədən hansı polipə məxsus olduğunu çox da dəyərləndirə bilmədiyimizə görə bunları mütləq histoloji müayinəyə göndəririk. Yalnız bizə histoloq deyə bilir ki, bu hansı növ polipdir və biz o poliplərə histoloji cavabına uyğun olaraq da sonraki müalicə prinsiplərimizi, sonraki xəstənin nəzarət məsələlərimizi qeydə almış oluruq. Doktor, bəzən deyirlər ki, ümumiyyətlə elə səbəb olaraq, düzdür, indi müəyyən o, necə deyərlər, səhiyyənin araşdırdığı bu, belə deyək də, poliplərin əmələ gəlməsi səbəbləri göstərilməsə də, amma deyirlər ki, ümumiyyətlə, bir çox xəstəliklərin iltihabından yaranan proseslərdir. Əgər biz bugün, yəni, öd kisəmizi öd daşlarından
təmizləyə biliriksə və polipləri ümumiyyətlə məsələn əgər çox kiçikdirsə bunları nəzarətdə böyüməyini nəzarətdə saxlamalıyıq, yoxsa elə o kiçikləri də yavaş-yavaş götürüb təmizləmək lazımdır ki, o böyüməsin? Yox, burada əlbəttə biz orada poliplərin həm ölçüsünü nəzarətdə saxlayırıq, həm sayını nəzarətdə saxlayırıq. Bizim üçün olan məsələ budur. Ölçüdür və yaxud bu say məsələsi. Çünki sayı çox olarsa da bu götürülməsi məsləhət görülür. Çünki artıq bu polipozdur, yəni çox saylı poliplər burada. Bəli. Və yaxud ölçüsünün böyük olduğu, dediyim kimi 10 mm və onun üzəri olan poliplər də bu əməliyyat olunması məsləhət görürük. O baxımdan bizə həm biz nəzarətimizdə həm sayı nəzarətdə saxlayırıq və eyni zamanda ölçünü nəzarətdə saxlamış oluruq. Doktor, mən bir yəni sualı da ümumiyyətlə istəyərdim ki, cavablandıraq. Məsələn, biz əgər hər hansı bir polip yaranıbsa artıq, baş veribsə, xəstəlik artıq müəyyən olunubsa, deyirlər ki, bunun ümumiyyətlə hansısa bir nahiyədə müşahidə edilibsə, məsələn, tutalım ki, heç öd kisəsində, nahiyəsində deyil. Və digər bir nahiyədə məsələn müşahidə olunubsa, tutalım qaraciyərdə. Bu ümumiyyətlə öd kisəsinə təsir göstərə bilirmi? Poliplər. Bəli. Ümumiyyətlə mən onu bir məsələn qeyd edim ki, tutaq ki biz əgər öd kisəsindəki olan polipləri aşkarladıq, bəli, bu polipləri götürdük, bunu histoloji müayinəyə göndərdik, histoloji müayinədə gəldisə xolesterol polip. Bu zaman belə deyək də bizim mədə-bağırsaq sistemində polip axtarmırıq. Yox, əgər poliplərin histoloji cavabında adenom gəldisə, bu zaman biz mədə-bağırsaqda polip axtarırıq, belə deyək, ola bilər. Çünki buradakı öz kisəsindəki olan adenom polipinlə mədə-bağırsaqdakı olan poliplərin eyni mənşəlidir bunlar, yəni eyni kökənlidir. O baxımdan biz bunları nəzərətə götürmüş oluruq ki, məsləhət görürük ki, bu pasientlərimizə ki, mədə-bağırsağınızı da hər ehtimala qarşı endoskopi müayinədən keçirin ki, ola bilər ki, bunun için cavabınız adenom gəldi, bu sizin mədə-bağırsağınızda da olsun, yəni eyni polip növü olsun. O baxımdan mütləq və mütləq lazımdır. Doktor, bəzən deyirlər ki, məsələn, qidaların özü, yəni elə götürək lifli qidalar deyirik ki, biz yeməliyik ki, qaraciyərimizi təmizləsin. Amma görürsünüz ki, yəni bu lifli qidaların özü belə, elə poliplərin deyir, yarada biləcəyi bir, belə deyək də, səbəblərdəndir. Bu doğrudan belədir, yoxsa insanlar arasında gəzən bir şayə kimi? Lifli qidaların, belə deyək də... Ya bəlkə də həddindən artıq yeyilməsi. İstər mədə-bağırsaq sistemində, ümumiyyətlə, əlbəttə, hər bir şeyin artığında problem var. Amma lifli qidalar ki, mədə-bağırsaq sistemində polip yaratsın və ya öd kisəsində polip yaratsın, belə bir şey olmaz. Ta əksinə, bunlar onun üçün faydalıdır. Çünki istər mədə sistemində, istər bağırsaq sistemində lifli qidaların yetəri qədər faydası var və belə deyək də, yəni o fikirlər yanlış fikirlərdir. Amma çoxun da ziyanı var. Amma çox olsa belə ki, mütləq bu yarandı, onu deyə bilmərik. Amma bütün hallarda bizim gündəlik lif ehtiyacımız 25-30 qrama yaxındır. Bu baxımdan bunu gözləmirik, yəni ki, lifli qidaların da polip əmələ gətirmə xüsusiyyəti olsun. Məsələn, doktor, son vaxtlarda, məsələn, uşaqlarda biz deyirik ki, bütün xəstəliklər artıq cavanlaşmağa doğru gedib. Hətta uşaqlarda belə elə xəstəliklər var ki, ağla gəlməyən xəstəlik artıq uşaqlarda belə yaranıb. Bax, sizcə bir praktikanızda, yəni sizə müraciət edən xəstələr içərisində hansısa valideyn uşağını gətiribmi ki, məsələn, bunun öd kisəsində belə bir
məsələ var. Aşkar olunub ki, doğrudan da öd kisəsində polip var. Ümumiyyətlə, bir məsələni qeyd edim ki, öd kisəsindəki olan daşların yaş məhdudiyyəti yoxdur. Yəni 1 yaşında uşaqda da ola bilər, 3 yaşında uşaqda da ola bilər, yox, poliplərdən 10 yaşında söhbət uşaqlar da gedir. ola bilər. Sadəcə burada məsələ nədir? Bu uşaqların bu probleminlə bizdə belə uşaq cərrahları və pediatrlar məşğul olur. Biz bu uşaqları qəbul eləmirik. Aha. Yəni bizim belə deyək də mən böyüklərlə məşğul olduğuma görə Bəli. o uşaqların da öz bölümü olduğuna görə pediatriyası və yaxud uşaq Amma polip ola bilər yəni. Əlbəttə ola bilər. Ha. Əlbəttə ola bilər. Yəni burada yaş şey yoxdur, yəni ki, bu yaşdan sonra əmələ gəlir və yaxud bu yaşdan sonra əmələ gəlməz. Belə bir şey yoxdur. O istənilən yaş qrupasında ola bilər. Daha çox müraciət edən xəstələr içərisində sizə qadınlar çox müraciət edir, yoxsa kişilərdə bu baş verir? Burada adətən belə deyək də öd kisəsi poliplərində elə bir şey yoxdur. Yəni ki, bu qadındadırmı, kişidədirmi? Belə ciddi bir fərq yoxdur. Amma öd kisəsi problemləri daha çox qadınlarda ortaya çıxmış olur. Bu xüsusən də bu hamiləlik dönəmində falanda ki, bunlarda ki, dölün böyüməsindən bağlı, öd hormonal dəyişikliyi ilə bağlı olaraq bunlarda öd kisəsində problem əmələ gələ bilir. Bəzən hətta hamiləlik dönəmində daş əmələ gələ bilər və yaxud qatlaşar. Hamiləlikdən öncə problem yox idi, hamiləlik vaxtı qatlaşma əmələ gələ bilər, daşa çevrilə bilər. Bu hallar var. Yəni bu hallarla tez-tez rastlaşdırırıq. Poliplərin yaranması məsələn hansısa bir xolesterinin və yaxud da ki öd daşları iltihabının problemindən yarana bilirmi polip? Yarana bilər, əlbəttə yarana bilir. Yarana bilər. Xolesterindən? Əlbəttə, çünki onların biz dediyim kimi olan növlərindən biri də xolesterin polipləridir yəni. Xolesterin poliplərin tərkibi xolesterindir yəni. Ona görə adında biz xolesterin polipləri deyirik. Doktor, biz necə etməliyik ki, indi o qədər xolesterin məsələn insanlarda elə hər kəs gedib belə deyək də analiz versə, görəcəksiniz ki, orada xolesterin mütləqdir ki, faizi artıqdır. Yəni bu xolesterinin ümumiyyətlə yaranmasını aradan qaldırmaq üçün biz nələrə diqqət etməliyik? Nə etməliyik ki, bax bu problemi aradan qaldıraq? Burada əsas məsələ bu xolesterinlə bağlı olan məsələlərdə bizim həyat tərzimizdir. Bəli. Biz mütləq belə deyək də əgər hərəkət etmiriksə, bizim hərəkətimiz yoxdursa, mütləq bizim xolesterin problemimiz olacaq. Bəli. Ona görə mənim deyəcəyim məsələ ondan ibarətdir ki, biz mütləq demək hərəkət etməliyik. Ciddi bir hərəkətimiz olmalıdır gün ərzində və eyni zamanda da qidalanmamıza fikir verməliyik. O öncədən sual verilmiş bizə lifli qidalar məsələsi var. Bəli. Bizim qidalarımızın daha çox hissəsini də lifli qidalar təşkil etməlidir ki, bizim bu xolesterin poliplərimiz olmasın. Ona görə də məsələn üçün bu xolesterin problemi olan insanlara biz həmişə aktiv həyat tərzi məsləhət görürük ki, bu xolesterinlər problemi həllini tapmış olsun. Doktor, mən efir vaxtımız yekunlaşır. İstəyərdim ki, bax sonda bir yəni bizi izləyən tamaşaçılar var, özü çox sayda. Yəqin sizə də oradan müraciət edənlər var. Hansı vacib suallar varsa istəyirsiniz cavablandıraq. Yəni yoxdursa da, yəni sonda ümumiyyətlə bizim bax bizi izləyən tamaşaçılara nə demək istəyərdiniz? Yəni maarifləndirici olaraq. Demək istədiyim ondan ibarətdir ki, mütləq zamanında biz müayinədən keçməliyik. Müayinəmizin cavabını da nəzarətdə saxlamalıyıq. Yəni bugünkü mövzumuz belə deyək də təsadüf deyil ki, biz öd kisəsi poliplərini məhz biz belə deyək də maarifləndirmək üçün seçmişik. Çünki mən hər gün bu problemləri görürəm. İnanın ki, sizə belə deyək də olmuş hadisələrdən danışım, bizim başımıza gələn. Zamanında öd kisəsində polip aşkarlanıb və keçib gedər, gərək yoxdur, nəzarətdə qaldı, belə gəldi, belə getdi. Laqeyd yanaşır. Belə dedi, qonşu belə dedi, qohum belə dedi falan məsələlərinlə
başını qatan insanların sonda biz öd kisəsində və öd yollarında ciddi problemlərlə qarşılaşdığını görmüşük. Bəli. Yəni o baxımdan, əgər bu problem varsa, onun üzərindən səthi keçmək olmaz. Mütləq və mütləq öz həkiminin, yəni bunu müayinə edən həkiminin, bunu nəzarətə salan həkiminin dediklərinə əməl eləmək lazımdır. Bəli. Ki bu problemdən qarşılaşmasın. Əgər buna deyibsə ki, bu 6 aydan sonra gəl, mütləq 6 aydan sonra getməyə lazımdır. Mütləq lazımdır. Laqeydçilik lazım deyil. Qətiyyən olmaz laqeydçilik. Çünki nəticə etibarilə bu problemlə qarşılaşmış olacaq. Ciddi problemdir. Bəzən biz deyirik, bax deyirik ki, 6 aydan sonra sizin müayinədən keçməniz lazımdır və 1 ildən sonra müayinədən keçməniz lazımdır. Bir də baxırsan 2 ildən sonra gəlib. Deyirsən, nə baş verdi? Dedim ki, nə olacaq ki? Yəni bu olmaz. Bu əgər bunu deyiriksə biz, deməli bunun bir nəyəsə bir belə deyək də bir mahiyyəti var. Biz də nəyəsə hansısa bir fikir əsasında buna deyirik. Yəni özümüzdən demirik ki, biz bunu 6 aydan sonra gəlib. Bunun protokolu var, dünya protokolu var, qaydası var. Bu qaydalarla getdiyimiz zaman problemlərlə qarşılaşmarıq. Əks halda problem qaçılmazdır. Doktor, mən sizə bir daha təşəkkür edirəm. Çox sağ olun ki, yəni zamanınızı ayırdınız, bizim efirə gəlirsiniz. Minnətdarıq sizə. Nə yaxşı ki, sizi kimi mütəxəssis həkimlərimiz var. Ən azından hansısa bir problemimiz olanda bilirik ki, hansı mütəxəssis həkimə müraciət etmək lazımdır. Hətta bizə görürsünüz ki, ətrafda kimlərsə müraciət edəndə biz özümüz deyirik ki, yəni baxın, elə Cavan doktor kimi, İlqar doktor kimi, digər bizə professor gəlir, Əlikram müəllim kimi, yəni digər bizim mütəxəssis həkimlərimiz var ki, bax, özünüzü etibar edirsinizsə, mütləq mütəxəssislərə müraciət etmək lazımdır ki, zamanında yəni sizin diaqnozunuz düzgün qoyulsun və xəstəlik də aradan, tez bir zamanda aradan qalxsın. Ümumiyyətlə, arzu edək ki, heç zaman heç kəs yəni xəstə olmasın, elə heç kəs də sığortalanmayıb içərisində biz olmaq şərti ilə doktor. Hər zaman xalqımıza, millətimizə, bütün bizi izləyən tamaşaçılarımıza sağlamlıq arzu edirik. Hörmətli tamaşaçılar, artıq verilişimiz sona çatır və mən bir daha sizə demək istəyərdim ki, heç vaxt o kaş ki sözlərini eşitməyək deyə zamanında mütləq və mütləq yəni diqqət edin sağlamlığınıza və mütəxəssis həkimlərimizə müraciət edin. Çünki hər zaman lazımdır ki, özümüz öz həyat tərzimizə, özümüz qidalanmamıza, digər məsələlərə ciddi yanaşaq ki, problemlərlə qarşılaşmayaq. Və bir daha nəzərinizə çatdırım ki, bizim bugünkü verilişimizin qonağı hörmətli, dəyərli dostumuz, mütəxəssis, ümumi cərrah Cavan Xubanov qonağımız idi. Dəyərli tamaşaçılar, növbəti həftədə elə bu saatlarda sizinlə bir daha Cavan doktorla görüşmək ümidi ilə ayrılırıq. Sağ olun, sağlıqla qalın.